Salam yoldaşlar, 20 aprel buraxılış imtahanı suallarının izahına baxırıq. Növbəti imtahanlardan, buraxılış imtahanı suallarından xəbərdar olmaq üçün kanala abunə olun ki, paylaşım olanda sizə bildiriş gəlsin. Keçək izaha. Hansı sadə cümlədir? Ümumiyyətlə, sadə və yaxud da mürəkkəb cümlənin imtahana düşəcəyi ilə bağlı, yəni hətta cümlə üzvünün əlavəsi ilə bağlı, imtahana düşəcəyi ilə bağlı kanalda paylaşım eləmişdim. Demək, keçək. Sadə cümləni istəyir. Bax, külək getdikcə güclənir. Nə edir güclənir? Nə külək? Yağış dayanmadan yağırdı. Nə edirdi yağırdı? Nə yağış? Bax, hərəsinin özünün ayrı mübtəda və xəbəri var. Ona görə şərtimiz ödəməz. Yəni, bu mürəkkəb cümlədir. Amma B bəndində Gülnar həyəti süpürdü, samovara od saldı. Samovara od salan da həyəti süpürəndə Gülnardır. Nədir? Olur həmcins xəbər. Yəni, sadə cümlədir. Mürəkkəb olmaz. 28-də yazılışı və deyilişi fərqlənmir. Bax, vərəq olmaz. Fərqlənir. Təbrik fərqlənir, xəttat fərqlənir. Sətirdən sətrə keçirmək olmur. Bax, duanı sətirdən sətrə keçirə bilmərik. Çünki bir sayt tək qalmır. Yazılış və deyilişi fərqlənir, tüfəng, incik. Demək, fərqlənir, ötkəmdə də fərqlənir. Cavab olar D bəndə. 29-da hansı nömrədə demək, durğu işarələri buraxılıb? Hansı durğu işarələri buraxılıb? Kainatın yaranması, vergül, quruluşu, vergül, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, vergül, bütün təbiətin elmlərinin əsas problemidir. 3 vergüldür, cavab olar B bəndi. 30-da frazoloji birləşmələri müəyyən edin. Bax, 30-da üz vermək, dabanına tüpürmək. Bu frazoloji birləşmədə ilə cavab olar D bəndi. Məsələn, E bəndində həqiqi məna ifadə eləyə bilməyən olsun da. Bax, E bəndində divarları ağartmaq və yaxud da nə bilimi, C bəndində çəkizlə vurmaq. Bunlar həqiqi məna ifadə edir. Frazoloji birləşmə olmaz. 31-də hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə işlənmişdir. Bu sualın da oxşarı ilə bağlı paylaşım eləmişdim. Demək, burada nə olar cavabımız? Bax, elə A bəndində aparmışdı. Bilirik ki, idi, imiş, isə hissəcikləri feilin kökünə və yaxud da başlanğıc formasına artırılmır. Ondan əvvəl qrammatik şəkilcə gəlməlidir ki, biz ona idi, imiş, isə hissəcik deyə bilək. Bax, A bəndində apar sözün köküdür, mış, zaman şəkilçisidir, D hissəcikdir. Alıbsa, burada ıb zamandır, sa isə hissəciyi. Demək, olar A bəndi. 32-də hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmuşdur? Bununla bağlı paylaşım eləmişdik. Demək, şair bu obrazı, yəni əsərin baş qəhrəmanını, elə burada cavab olar A bəndi. Niyə? Çünki əsərin baş qəhrəmanı cümlə üzvünün, bax, əlavəli üzv obrazdır. Cümlə üzvünün əlavəsi isə əsərin baş qəhrəmanı olan hissədir. Bax, məsələn, B bəndində bura Qəbələyə tez-tez gəlir. Nədir gəlir? Bax, Qəbələyə və bura. Bax, burada söz birləşməsi yoxdur. Məsələn, C bəndində irəlidə, sahildə. Görürsən, yenə də burada söz birləşməsi yoxdur. Ona görə cavab olar A bəndi. 33-də feildən əmələ gəlmiş sifəti müəyyən edin. Bax, sıx nədir? Sifətdən yaranıb isimdir. Qırıb olub qırğın. Qırğın. Bax, burada nə olar? Qırğın isimdir. Amma güllü, güldən güllü yaranıb. Gül ismindən sifət yaranıb. D-də sürüşüb olub sürüşkən. Demək, sürüşkən sifətdir. Feildən yaranıb, sürüş feilinə yaranıb. Zarafat demək isimdir. Zarafatçı sifətdir. İsimdən də sifət yaranıb. Demək, cavabımız olar D bəndi. 33-də, demək, 34-də daha doğrusu bizdən ismi və feili birləşməni istəyir. 34-də uca 3 böyük bina yanaşı tikilmişdir. Bax, böyük bina ismi birləşmədir. Birə gedər A. Ona görə D bəndi bizim cavabımız olmaz. Yenə göy üzünü, göyün üzünü, ikinci növ təyini söz birləşməsidir. Birə A, B gedər. Elə cavabımız olar A bəndi. Niyə? Çünki bax, 2-yə D gedəcək. Çünki sahilə çıxmaq feili birləşmədir. Məsdər tərkibidir. Ona görə biz nə deyəcəyik ona? Feili birləşmə deyəcəyik. Məsələn, E bəndində Cavad hiyləgərcəsinə gülürdü. Burada ümumiyyətlə birləşmə yoxdur. Ona görə elə cavab olar A bəndi 34-də. 35-də balaca yaman dəcəldir. Bax, burada deyir ki, mübtəda nə ilə ifadə olunub? Mübtəda balaca sifəti ilə ifadə olunub. Amma sizi aldatmasın. Burada balaca kim sualına cavab verir? Təbii ki, bu sifət isimləşib. Ona görə cavab burada B olmaz. A bəndi olar. 36-da demək, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin deyir. Burada nə olacaq? Bax, mən səni məsuliyyətli bir şagird bilirdim. Məsuliyyətli şagird bu. Birinci növ təyin söz birləşməsidir. Arasında gələn bir orada say deyil, ədatdır. Amma ikincidə bir sözün ümumiyyətlə 2 sözü ilə əvəz eləyə bilirik. Bax, ilk maşından anası üçün 2 dəstə qızıl gül almışdı. Bax, burada əvəz eləyə bilirik 1-i 2 ilə, ona görə olar say, sıra sayı. Daha doğrusu müəyyən miqdar sayı.
Demək, əşyanın miqdarını bildirir. Bax, elə 2-yə gedər A. 2-yə A gedirsə, mənim A cavabım ola bilməz. B mənim cavabım ola bilməz. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. 1-ə B gedər. Çünki ədat cümlədən çıxarılanda cümlədə məna dəyişikliyi baş verməz. Leksik mənası var. Bilirik ki, demək, leksik mənası olan əsas nitqsələrdir. Köməkçi nitqsələrinin leksik mənası yoxdur. Köməkçi nitqsələrinin yalnız qrammatik mənası olar. Ona görə 2-yə gedər C, yəni A, C, B mənim cavabımı ödəməz. Qalır D ilə E. Demək, baxıram D-yə. Yalnız qrammatik mənası var. Bunu dedik də. Yalnız qrammatik mənası olan da ədatdır. Demək, 1-ə gedər B ilə D, yəni cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu gedər ədata və yalnız qrammatik mənası var. Bu da gedər ədata. Ona görə cavabımız olar E bəndi. Demək, əşyanın miqdarını bildirən də, leksik mənası olan da müəyyən miqdar sayıdır. Ona görə cavabımız olar E bəndi. Belə yoldaşlar.